dünyada 100 milyon il bundan əvvəl meydana gəlib. Vətənin mərkəzi Balkanlar olan qoz ağacını əvvəl Yunanistanda, sonra isə İtaliyada əkiblər. Dünyanın demək olar ki, hər yerində yetişən qoz ağacının boyu 40 metrə qədərdir. Onun ləpəsindən, ağacından, qabığından, yağından və yarpağından istifadə etmək mümkündür. Qozun yaxşı xüsusiyyətlərindən biri də onun çiğ halda yeyilməsidir. Çünki araşdırmalara görə qovrulmuş çərəzlər öz keyfiyyətini itirir. Qoz həm də yodla zəngindir. Bu səbəbdən də təzə qoz yeyən zaman əllərin içi əvvəlcə saralır, sonra isə qaralır. Eynən bizim şirin balamız Azrada olduğu kimi. Hər səhər nəvələrini ətrafına toplayaraq bağa gələn Elxan baba indi də onlarla birlikdədir. O qoz ağacını çırpır, nəvələr isə ağacın dibinə tökülən qozları vedrələrinə yığırlar. Nəhayət şirin balalar kiçik vedrələrini doldurub kənara çəkilərək qozları sındırmağa çalışırlar. Ancaq qozu qırmaq onlar üçün elə də asan deyil. Onun bu çətinliyini görən baba özünü yetirərək nəvəsinə kömək edir. Əllərinin rənginin dəyişməsinə heç də bənd olmayan şirin balamız yenə də dadlı qozu yeməkdən əl çəkmir. Alimlər də uşaqların sağlamlığı üçün hər səhər 3-4 ədəd qoz yeməyi məsləhət görür. Çünki qoz anlayışı və anlamağı inkişaf etdirir, yaddaşı qüvvətləndirir.